Xalq artisti Brilliant Dadaşova 2-ci Qarabağ müharibəsi iştirakçısına hörmətsizlik edib. 2-ci Qarabağ müharibəsi iştirakçısı Nicat Tağıyev Səs Azərbaycan yarışmasına qatılıb. O, Xarı Bülbül mahnısını ifa edib. Xalq artisti Tünsalə Ağayeva, "Nə gözəl mahnı seçmisən, hardan belə bu Xarı Bülbül eşqi" deyəndə 24 yaşlı ifaçı özünü Qarabağ müharibəsinin iştirakçısı olduğunu elan edib. Bu zaman zalı alqış səsləri bürüyüb və hər kəs ayağa qalxıb. Bundan sonra aparıcı "Hər kəs, elə biz də Nicat Tağıyevi ayaq üstə alqışlayırıq" deyə bildirib. Jürilər də daxil olmaqla hamı 24 yaşlı Qarabağ iştirakçısını ayaq üstə alqışlasa da, münsiflərdən Brilliant Dadaşova özünə əziyyət verib ayağa belə qalxmayıb. Bundan ürəyi soyumayan xalq artisti ifaçıya mahnının sözlərində də dəyişiklik etdiyini vurğulayıb. Onun 2-ci Qarabağ müharibəsi iştirakçısına hörmətsizliyi cəmiyyətdə böyük qınağa səbəb olub.